Dostlar, salam. Pəhriz saxlayırsınız, şirniyyatı azaltmısınız, çörəyi kəsmisiniz, hətta idmana da başlamısınız. Amma tərəziyə çıxanda çəki dəyişmir və ya çox yavaş dəyişir. Bu vəziyyət bir çox insanı məyus edir. Çünki insanlar düşünür, az yeyirəm, amma niyə arıqlamıram? Maraqlıdır ki, çəkinin getməməsinin səbəbi hər zaman metabolizmin yavaş olması deyil. Bəzən səbəb gizli kalorilərdir. Bəzən porsiya ölçülərdir. Bəzən hərəkətin azalmasıdır. Bəzən isə insanların fərqinə varmadığı başqa amillərdir. Bugün çox vacib bir mövzudan danışacağıq. Diyet saxlayırsınız, amma çəki getmir. Bunun ən çox rast gəlinən səbəbləri hansılardır? Metabolizm həqiqətən yavaşlaya bilərmi? Və insanlar arıqlama zamanı ən çox hansı səhvlər edirlər? Mən doktor Azərəm. Gəlin başlayaq. Əvvəlcə bir şey başa düşək. Arıqlamağın əsas prinsipi enerji balansıdır. Yəni bədən gün ərzində aldığı enerjidən daha çox enerji sərf etdikdə çəki azalır. Bu prinsip sadə görünür, amma praktikada vəziyyət daha mürəkkəb olur. Çünki insanlar aldıqları kalorinin miqdarını çox vaxt düzgün qiymətləndirə bilmirlər. Məsələn, bir insan düşünür ki, pəhriz saxlayır, amma gün ərzində bir neçə dəfə çayla peçenye yeyir, biraz qoz fındıq yeyir, bir neçə dəfə meyvə şirəsi içir və ya yemək hazırlayarkən dəfələrlə dadına baxır. Bu kiçik görünən əlavələr günün sonunda yüzlərlə əlavə kalori yarada bilər. Məhz buna görə bəzi insanlar çox az yeyirəm desələr də, əslində düşündüklərindən daha çox enerji qəbul edirlər. Başqa çox yayılmış səbəb isə porsiya ölçüləridir. Məsələn, sağlam qidalar da yüksək kalorili ola bilər. Qoz, fındıq, fıstıq yağı, quru meyvələr, avokado. Bunlar faydalı qidalar hesab olunur. Amma çox miqdarda istifadə edildikdə kalori miqdarı sürətlə artır. Bəzi insanlar düşünür, sağlamdırsa istədiyim qədər yeyə bilərəm. Halbuki çəki üçün əsas olan yalnız qidanın sağlam olub olmaması deyil, onun miqdarı da vacibdir. İndi isə metabolizm mövzusuna keçək. Bu söz son illərdə çox məşhurlaşıb. İnsanlar tez-tez belə deyirlər. Mənim metabolizmim yavaşdır. Bəzən bu doğru ola bilər. Amma insanların düşündüyü qədər tez-tez deyil. Əslində insanların böyük hissəsində çəkinin getməməsinin səbəbi metabolizm deyil. Daha çox gündəlik enerji balansıdır. Bir maraqlı fakt da var. Pəhriz zamanı bədən müəyyən qədər uyğunlaşmağa başlayır. İnsan əvvəlki çəkidən daha yüngül olduqca enerji ehtiyacı da azalır. Məhz buna görə ilk aylarda daha sürətli gedən çəki sonradan yavaşlaya bilər. Bu isə hər zaman problem demək deyil. Sadəcə bədənin yeni vəziyyətə uyğunlaşmasıdır. Başqa vacib səbəb isə hərəkətin azalmasıdır. Maraqlıdır ki, bəzi insanlar diyetə başlayanda daha az enerji hiss edirlər. Nəticədə gün ərzində daha az hərəkət edirlər, daha az gəzir, daha çox otururlar və fərqinə varmadan sərf etdikləri enerji azalır. Bu isə arıqlama prosesini yavaşlada bilər. Növbəti hissədə isə daha maraqlı mövzulardan danışacağıq. Stres çəkiyə təsir edə bilərmi? Yuxusuzluq arıqlamağı çətinləşdirirmi? Hormonal problemlər hansı rol oynayır? Və tərəzi niyə bəzən bizi aldada bilir? Bütün bunlardan növbəti hissədə danışacağıq. İndi isə gəlin, insanların çox vaxt nəzərə almadığı digər səbəblərdən danışaq. Çünki bəzən insan həqiqətən diyet saxlayır, kaloriya diqqət edir, idmana gedir, amma yenə də tərəzidə ciddi dəyişiklik görmür. Belə hallarda başqa amillər də rol oynaya bilər. Məsələn, yuxu. Bu bir çox insan üçün təəccüblü olur. Çünki arıqlamaq dedikdə insanların ağlına ilk olaraq yemək gəlir. Halbuki yuxu da bu prosesdə vacib rol oynayır. Araşdırmalar göstərir ki, yuxusuzluq iştahını tənzimləyən hormonlara təsir göstərə bilər. Nəticədə insan daha tez acır, daha çox yemək istəyir və yüksək kalorili qidalara meyl arta bilər. Maraqlıdır ki, bəzi insanlar pəhrizi pozduqlarını belə hiss etmirlər. Sadəcə daha çox qəlyanaltı yeməyə başlayırlar. Bu isə ümumi kalori qəbulunu artırır. Başqa vacib amil isə stresdir. Son illərdə stres həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bəzi insanlarda stres iştahını azaldır. Amma bir çox insanlarda əksinə olur. İnsan daha çox yeməyə başlayır. Xüsusilə şirin və yüksək kalorili qidalara meyl artır.
Bəzən buna emosional yemək də deyilir. Yəni insan həqiqi aclıq səbəbindən deyil, emosional vəziyyətinə görə yemək yeyir. Bu isə pəhriz saxladığını düşünən insanlarda belə əlavə kalori qəbuluna səbəb ola bilər. İndi isə hormonal səbəblərdən danışaq. Bəli, bəzi hallarda hormonal problemlər çəki itkisini çətinləşdirə bilər. Məsələn, qalxana bənzər vəzin zəif işləməsi. Bu vəziyyətə hipotireoz deyilir. Belə insanlarda maddələr mübadiləsi müəyyən qədər yavaşlaya bilər. Nəticədə yorğunluq, halsızlıq, soyuğa həssaslıq və çəki artımı müşahidə oluna bilər. Amma vacib bir məqam var. İnsanların böyük hissəsində çəkinin getməməsinin səbəbi hipotireoz olmur. Buna görə hər problemi hormonlarla əlaqələndirmək düzgün deyil. Digər maraqlı məqam isə tərəzi ilə bağlıdır. Bir çox insan hər gün tərəziyə çıxır və hər gün eyni nəticəni gözləyir. Halbuki bədən çəkisi gün ərzində dəyişə bilər, maye miqdarı dəyişə bilər, duz qəbulu dəyişə bilər. Hətta qadınlarda hormonal dövr də çəkiyə təsir göstərə bilər. Buna görə 1 və ya 2 günlük dəyişikliklərə əsasən nəticə çıxarmaq düzgün deyil. Bəzən insan yağ itirir, amma bədəndə maye dəyişikliklərinə görə tərəzi bunu dərhal göstərmir. Məhz buna görə yalnız tərəziyə baxmaq kifayət etmir. Bel çevrəsi, paltarların ölçüsü, bədən görünüşü, bunlar da vacib göstəricilərdir. Başqa bir yayılmış səbəb isə mükafat yeməkləridir. Məsələn, insan bütün həftə diyet saxlayır. Sonra düşünür, bugün özümü mükafatlandırım və bir yeməkdə həddindən artıq kalori qəbul edir. Bəzən həmin bir gün bütün həftəlik defisitin böyük hissəsini kompensasiya edə bilir. Bu isə insanın mən hər şeyi düzgün edirəm, amma arıqlamıram düşünməsinə səbəb olur. Bir şeyi də unutmayaq, arıqlamaq xətti proses deyil. Yəni hər həftə eyni miqdarda çəki getməyə bilər. Bəzən daha sürətli olur, bəzən daha yavaş. Bu tamamilə normaldır. Əsas olan ümumi istiqamətdir. İndi isə çox vacib suala keçək. Diyet saxlayan insan nə vaxt kömək axtarmalıdır? Əgər insan uzun müddət düzgün qidalanırsa, kalori qəbuluna nəzarət edirsə, aktiv həyat tərzi keçirirsə, amma aylarla heç bir dəyişiklik olmursa, səbəbi araşdırmaq faydalı ola bilər. Çünki bəzi hallarda hormonal problemlər, bəzi dərmanlar və ya digər tibbi vəziyyətlər rol oynaya bilər. Növbəti hissədə isə bütün mövzunu yekunlaşdıracağıq. Arıqlamaqla bağlı ən çox yayılan miflər hansılardır? Nə üçün insanlar tez-tez motivasiyalarını itirirlər? Və bu videodan yadınızda qalmalı olan ən vacib fikir nədir? Bütün bunlardan son hissədə danışacağıq. İndi isə gəlin arıqlamaqla bağlı ən çox yayılan miflərə baxaq. Çünki bu mövzuda insanlar arasında çoxlu yanlış məlumatlar mövcuddur. Birinci mif. Az yeyirəmsə, mütləq arıqlamalıyam. Bu fikir ilk baxışdan məntiqli görünür. Amma burada vacib bir detal var. İnsanların çoxu nə qədər yediklərini tam düzgün qiymətləndirə bilmir. Bəzən kiçik qəlyanaltılar, bəzən içkilər, bəzən souslar, bəzən isə bir tikə, bir qaşıq, bir dənə hesab edilən əlavələr günün sonunda böyük fərq yaradır. Məhz buna görə bəzi insanlar həqiqətən az yediklərini düşünürlər. Amma qəbul etdikləri kalori düşündüklərindən daha çox olur. İkinci mif. Metabolizmim yavaşdır, ona görə arıqlaya bilmirəm. Bəli, bəzi tibbi vəziyyətlər maddələr mübadiləsinə təsir göstərə bilər. Amma insanların böyük hissəsində əsas səbəb bu olmur. Ən çox rast gəlinən səbəb yenə də enerji balansıdır. Yəni qəbul edilən və sərf olunan enerji arasındakı fərq. Üçüncü mif. Bir həftə diyet saxladım, nəticə görmədim. Arıqlamaq uzun müddətli prosesdir. Bədən bir neçə gün ərzində böyük dəyişiklik göstərməyə bilər. Bəzən ilk həftələrdə dəyişiklik daha sürətli olur. Bəzən isə daha yavaş. Bu tamamilə normaldır. Əsas olan davamlılıqdır. Dördüncü mif. Sağlam qida istədiyim qədər yeyə bilərəm. Bu da çox yayılmış səhvlərdən biridir. Qoz, fındıq, fıstıq yağı, quru meyvələr, avokado. Bunlar faydalı qidalardır. Amma kalorilər də yüksək ola bilər. Məhz buna görə sağlam qida olmaq, onların limitsiz istifadə edilə biləcəyi mənasına gəlmir. Beşinci mif. Tərəzi dəyişmirsə, heç nə dəyişmir. Bu da doğru deyil. Bəzən insan yağ itirir, amma maye dəyişiklikləri səbəbindən tərəzi bunu dərhal göstərmir. Bəzən bel çevrəsi azalır, paltarlar daha rahat olur. Amma çəki gözlənilən qədər dəyişmir. Məhz buna görə
Yalnız tərəziyə baxaraq nəticə çıxarmaq düzgün deyil. İndi isə vacib suala cavab verək. Nə vaxt həkimə və ya mütəxəssisə müraciət etmək lazımdır? Əgər insan uzun müddət düzgün qidalanırsa, aktiv həyat tərzi keçirirsə, kalori qəbuluna nəzarət edirsə, amma aylarla heç bir dəyişiklik olmursa və ya əlavə simptomlar varsa, müayinə olunmaq faydalı ola bilər. Xüsusilə, həddindən artıq yorğunluq, soyuğa qarşı həssaslıq, səbəbsiz çəki artımı, şişkinlik və ya hormonal problemləri düşündürən əlamətlər varsa. Bir şey də unutmayaq, insan bədəni kalkulyator deyil. Hər insan fərqlidir. Bir insanın nəticəni gördüyü müddətdə digər insan daha gec nəticə görə bilər. Amma bu, prosesin işləmədiyi mənasına gəlmir. Bir maraqlı fakt da var. Arıqlamağa çalışan insanların çoxu pəhrizi pozduğu günə görə özünü günahlandırır. Halbuki əsas nəticəni bir gün yox, həftələr və aylar müəyyən edir. Yəni vacib olan mükəmməl olmaq deyil, davamlı olmaqdır. Bu videodan yadınızda qalan ən vacib fikir nə olmalıdır? Diyet saxlayırsınızsa və çəki getmirsə, səbəb hər zaman metabolizm deyil. Bəzən gizli kalorilər, bəzən porsiya ölçüləri, bəzən yuxusuzluq, bəzən stres, bəzən isə sadəcə səbir çatışmazlığı rol oynayır. Məhz buna görə ilk həftələrdə nəticə görmədikdə ümidsiz olmaq düzgün deyil. Ən təhlükəli yanaşma isə yenə budur. Heç nə işləmir. Bəzən işləmir kimi görünür. Amma bədən daxilində dəyişikliklər artıq başlamış olur və nəticələr bir qədər sonra görünür. Bir şey də unutmayın. Məqsəd yalnız tərəzidə rəqəmi azaltmaq deyil. Məqsəd daha sağlam olmaqdır. Çünki sağlamlıq uzun müddətli vərdişlərin nəticəsidir. Mən Doktor Azərəm. Əgər video faydalı oldusa, videonu bəyənməyi və paylaşmağı unutmayın. Çünki bəzən sadə bir məlumat insanın motivasiyasını yenidən qazanmasına kömək edə bilər. Və növbəti videoda çox maraqlı bir mövzudan danışacağıq. Axşam saat 8-dən sonra yemək həqiqətən kökəldir? Saat neçədə yemək daha vacibdir, yoxsa nə qədər yemək? Gecə yeməkləri həqiqətən piylənməyə səbəb olurmu? Metabolizm axşam saatlarında dayanırmı? Və insanlar bu mövzuda ən çox hansı səhvlər edirlər? Bütün bunları növbəti videoda danışacağıq. Sağ olun, salamat qalın.